Salamlar, bugünkü mövzumuz bədənimizin dərinliklərində hər an işləyən o möhtəşəm zülal fabrikinin necə çalışdığıdır. Həyatın ən təməl proseslərindən birinə birlikdə baş vuraq. Yaxşı, gəlin bir anlıq düşünək. Sizi siz edən, hər hərəkətinizi, hər düşüncənizi təmin edən o görünməyən işçilər, o mikroskopik mühəndislər əslində nədir? Cavab zülallardır. Amma zülal deyəndə ağlınıza təkcə əzələlər gəlməsin. Onlar bizim bədənimizin sözün əsl mənasında hər şeyidir. Əzələlərimizi qurmaqdan tutmuş, beynimizdə siqnalları ötürməyə qədər. Demək olar ki, hər işi bu çalışqan molekullar görür və onların hər bir funksiyası həyatımız üçün əvəz olunmazdır. Beləliklə, hekayəmizin ilk hissəsinə keçirik. Bu heyrətamiz zülalları yaratmaq üçün təlimatlar hardadır? Bütün bu məlumatlar bizim DNT-imizdə, yəni həyatın o möhtəşəm resept kitabında saxlanılır. Baxın, bu nəhəng resept kitabı gen adlanan ayrı-ayrı reseptlərə bölünüb. Hər bir gen sanki müəyyən bir zülalın necə hazırlanacağını addım-addım izah edən unikal bir təlimat kimidir. Genetik kod əslində bir dilə bənzəyir. DNT-nin cəmi 4 hərfi var. A, T, C və G. Hüceyrə bu hərfləri triplet adlanan 3 hərfli sözlər şəklində oxuyur və hər bir söz müəyyən bir ingrediyentə, yəni bir amin turşusuna işarə edir. İşin maraqlı tərəfi də budur ki, bu qədər müxtəlifliyə baxmayaraq bədənimiz cəmi 20 əsas amin turşusu ingrediyentindən istifadə edir. Bütün zulalların fərqliliyi isə bu 20 tikinti blokunun fərqli ardıcıllıqla və sayda düzülməsindən yaranır. Möhtəşəm deyilmi? Yaxşı, bəs indi bir problemimiz var. Əsas resept kitabı, yəni DNT, o qədər qiymətlidir ki, hüceyrənin nüvəsi adlanan möhkəm qorunan bir kitabxanada saxlanılır və o, heç vaxt oranı tərk etmir. Bəs onda resepti fabrikaya necə çatdırar? Məhz buna görə də hüceyrə çox ağıllı bir yol tapıb. O, əsas reseptin müvəqqəti bir surətini çıxarır. Bu surət təlimatları təhlükəsiz şəkildə istehsal sahəsinə çatdıracaq bir elçi rolunu oynayır. Bu prosesə transkripsiya deyilir və əslində 3 sadə addımdan ibarətdir. Birincisi, DNT zənciri bir fermuar kimi açılır. Sonra mRNA adlı elçi molekul resepti dəqiqliklə kopyalayır və nəhayət bu yeni fotosurət nüvədən çıxıb yola düşür. Və budur, reseptimizin surəti artıq əlimizdədir və o mətbəxə çatıb, yəni zülalın həqiqətən də yığıldığı o konveyer xəttinə. İndi əsl istehsal başlayır. Bu mətbəxin adı ribosomdur. Ribosom, mRNA-dəki təlimatları bir lent kimi oxuyan və bu təlimatlara əsasən zülalı addım-addım yığan heyrətamiz bir molekulyar maşındır. Bəs ingrediyentləri, yəni amin turşularını kim gətirir? Bu işi RNT və ya nəqliyyat RNT-si görür. Onları çalışqan aşpaz köməkçiləri kimi düşünə bilərsiniz. Hər biri reseptdəki bir sözü tanıyır və mətbəxə, yəni ribosomaya doğru amin turşusunu daşıyır. Həm də bu proses inanılmaz dərəcədə sürətlidir. Təsəvvür edin, ribosom zülal zəncirinə hər bir yeni amin turşusunu cəmi 5 saniyəyə əlavə edir. Bu, molekulyar səviyyədə baş verən möhtəşəm bir səmərəlilik deməkdir. Təbii ki, bu konveyer xətti sonsuza qədər işləmir. mRNA-nin sonunda reseptin bitdiyini bildirən xüsusi bir stop kodon var. Ribosom bu siqnalı oxuyan kimi zülalın yığılması dayanır və yeni hazırlanmış zəncir sərbəst buraxılır. Amma gözləyin, hekayəmiz hələ bitməyib. İndiyə qədər əlimizdə olan sadəcə uzun bir amin turşusu zənciridir. Bu, hələ funksional bir zülal deyil. Ən vacib, hətta deyərdim ki, sehirli addım indi gəlir. Baxın, bu çox vacib bir məqamdır. Düz bir muncuq silsiləsi kimi olan bu zəncir tək başına heç bir işə yaramır. Zülalın öz funksiyasını yerinə yetirməsi üçün mürəkkəb və tamamilə unikal bir üçölçülü formaya, yəni bir fiqura qatlanması şərtdir. Zülalın bu son mürəkkəb 3D formasına onun üçüncülü quruluşu deyilir və bu, sözün əsl mənasında hər şey deməkdir. Məhz bu unikal forma onun funksiyasının açarıdır. Əgər nədənsə bu forma pozularsa, açar qıfıla uyğun gəlmədiyi kimi, zülal da öz işini görə bilmir. Bu prosesin niyə bu qədər həssas olduğunu anlamaq üçün çox sadə bir nümunə var. Bişmiş yumurta.
Yumurtanı bişirəndə istilik onun içindəki zülalların o mürəkkəb formasını dağıdır və necə ki bişmiş bir yumurtanı heç vaxt əvvəlki şəffaf halını qaytara bilməzsiniz, forması pozulmuş bir zülalda adətən öz funksiyasını bir daha bərpa edə bilmir. Gəlin indi bir addım geri çəkilək və bütün bu prosesə bütöv şəkildə baxaq. Bu, sanki hər bir alətin öz partiyasını mükəmməl bir ahənglə çaldığı möhtəşəm bir simfoniyadır. Beləliklə, gəlin bütün səyahəti qısaca xatırlayaq. Hər şey növədəki DNT planı ilə başlayır. Sonra transkripsiyaya bu planın RNT surəti çıxarılır. Translyasiya zamanı ribosom bu surəti oxuyaraq amin turşularından uzun bir zəncir qurur və nəhayət bu zəncir qatlanaraq işlək, funksional bir zülala çevrilir. Çertyojdan hazır memara. Bu prosesin miqyasını anlamaq üçün bu rəqəmə bir baxın. Əzələlərimizdəki titin adlı zulal düz 38 mindən çox amin turşusundan ibarətdir. Bir anlıq təsəvvür edin ki, hüceyrələriniz bu qədər uzun bir resepti tək bir səhv belə etmədən oxuyub yığır. Bu həqiqətən də heyrətamizdir. Və bu sual sizi düşünməyə vadar edir. Hər an, hər saniyə bədəninizdə trilyonlarla dəfə təkrarlanan bu mükəmməl prosesdə kiçik tək bir səhv genetik xəstəliklərə yol aça bilər. Bu, həyatın nə qədər mürəkkəb, nə qədər kövrək və eyni zamanda nə qədər möcüzəvi olduğunu bizə bir daha xatırladır.